Qarabağ Çempionlar Liqasında 3-cü oyunda Atletika uduzandan sonra Qurban Qurbanov bütün günahları özlərinə götürdü. Biz səhvlər elədik. Atletik çox sürətli komanda idi. Biz məğlubiyyətə layiq idik. 11 metrlik haqqında da dedi ki, mən o anı görməmişəm, sonra danışa biləcəm. Və müəyyən qədər də çalışdı Nərimanı müdafiə eləsin. Çox həddindən artıq Nərimana cəmaət, belə deyək, azarkeşlər çox təzyiqlər edirlər. Amma unutmayaq ki, dünənləri Qarabağ uduzdu. İspaniyanın qarışqa ləqəbli Ernesto Valverde'nin komandası Atletika. Bu baskılara bizim artıq ikinci məğlubiyyətimiz idi. 10 il bundan qabaq Inter Bakı uduzmuşdu 0-2. İndi də Qarabağ uduzdu 1-3. Dünya dağılmayıb və yarış davam eləyir. Qarabağ 13-cü yerə düşüb və 11-ci yerdə yada salaq ki, Chelsea gedir. Noyabrın əvvəlində Chelsea Bakıya gəlir. Necə deyirlər, komandamıza uğurlar.